Salam, gəlin ingiliscə hissləri ifadə etmək üçün 4 vacib sözə baxaq. Başladıq. Bəs siz yeni bir dildə əsas hisslərinizi necə deyərdiniz? Gəlin elə indi öyrənək. İlk öncə ümumi söz feelings. Yəni bizim dildə hisslər. Çox sadə, elə deyil? İndi isə gəlin bir-birinin əksi olan hisslərlə başlayaq. Əlbəttə, ilk olaraq pozitiv bir hisslə başlayırıq. Happy. Deyilişi çox asandır. Happy. Azərbaycan dilində isə bildiyimiz xoşbəxt deməkdir. İndi isə tam əksinə, sad, yəni qəmgin. Bu söz isə sad kimi tələffüz edilir. Mənası da əlbəttə ki, qəmgin. Baxın, biri happy, digəri sad. İki tamamilə ziddiyyətli hiss. Gəlin indi də bədən və zehinlə bağlı hisslərə keçid alaq. Fiziki olaraq yaxşı deyilsinizsə, istifadə edəcəyiniz söz sikdir. Deyilişi sikdir və bizim dildəki qarşılığı xəstə deməkdir. Və nəhayət gəldik çox güclü bir hissə, mad. Tələffüzü məddir. Azərbaycan dilində isə dəlisov və ya çılğın mənasını verir. Beləliklə, sizin yeni emosional lüğətiniz hazırdır. Gəlin ümumiləşdirək. Baxın, öyrəndiyimiz hər şey bu cədvəldədir. Artıq bunları asanlıqla ifadə edə bilərsiniz. Yəni, happy, sad, sick və mad. Bu 4 söz əsas hisslər üçün kifayətdir. Bəs sizin üçün ifadə etməsi ən vacib olan hiss hansıdır?